Yenə də qərar qüvvəsində qaldı. Tofiq Yaqublu'nun 9 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərarı Apellyasiya Məhkəməsi qüvvəsində saxladı. Çin, qərəz ədalətə qalib gəldi. Qəddarlıq qalib gəldi. Bu gün də ədalət olmadı və qanunsuz qərar qüvvəsində saxlandı. Qisasçılıq davam edir. Bugünkü polis əməliyyatda göstərir ki, siyasi prosesdir. Ancaq siyasi prosesdir. Vəssalam. Bugün Apellyasiya Məhkəməsinin Tofiq Yaqublu'nun bağlı növbəti qərarını verdi. Növbəti qanunsuz, ədalətsiz qərarını verdi. Sözsüz ki, gözləmədiyimiz bir şey deyildi. Gözləyirdik. Bundan qabaq da yazmışdım ki, məhkəmədən heç bir gözləntim yoxdur. Elə də oldu. Bu qədər sübutlar, faktlar, albilər, yəni səslənməsinə baxmayaraq Tofiq Yaqublu dəfələrlə yenidən bu cinayət işinin saxta olduğunu, qurama olduğunu, şərləndiyini, siyasi fəaliyyətinə görə həbs olduğunu dəfələrlə desə də yenə hakim yuxarıdan gələn zənglə Tofiq Yaqublu'nu 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasını qüvvədə saxladı. Hətta vəkillərin belə Zahid Orucun bu yaxınlarda Pravda qəzetinə verdiyi müsahibəni belə istinad gətirdilər ki, adam özü belə etiraf eləyib ki, yəni sözsüz ki, Zahid Oruc heç vaxt özündən demir sözləri, bu sözlər ona dedizdirilir və o belə artıq etiraf eləmişdi ki, Tofiq Yaqublu siyasi məhbusdur. Xalqın, ölkənin, ictimaiyyətin tələbinə baxmayaraq yenə Tofiq Yaqublu'nu həbsdən azad eləmədilər. Bugün artıq 10 gündür ki, aclığı dayandırıb, amma həqiqətən də görünür, çox özünüz də görünür və məhkəmə zalındakılar da ki, çox zəifdir, çox zəifdir. Hətta özü belə bildirdi ki, yenə baş gicəllənmələrim qalır, amma yəni mütəmadi həkim yanına gedə bilmədiyi üçün ona lazım o tibbi müdaxilələr olmur ki, onun üçün çox önəmlidir. Çünki 40 gün aclıq etmək və 65 yaşındakı Tofiq Yaqublu üçün çox böyük bir səhhəti ilə bağlı çox ciddi zərər vurub və çox əsəbidir. Amma normalda da adam əsəbi olar belə. Yəni hətta sağlam adam belə olsa bu qədər sübutların, faktların qabağında yenə günahsız olaraq yəni azadlıqdan məhrum edilsə əlbəttə ki, əsəbi olar. Bir də ki, aclıqdan sonra Tofiq Yaqublu'nun bu vəziyyəti yenə də çox əsəbi idi, çox gərgin idi. Düzdür, özü belə dedi ki, artıq yoruluram, tez yoruluram. Ona görə hətta çıxışını belə yarımçıq elədi, çox uzun etmədi. Halbuki gündənlə danışsa da belə yenə Tofiq Yaqublu özünün suçluluğunu yəni sübut eləsə də bizim üçün mahiyyət heç bir şey dəyişmədi. Onu da gördük, çox təəssüflü.